İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Deməli qardaşlar, Əlfiyyə kitabında biz aləm bölümündəyik. Yəni aləm xüsusi isimlərə deyilir, yəni adlar. Və aləmin e, lüğəti mənaları müştərəkdir. Yəni müştərək ləfzi var ki, bir neçə mənaları var. Misal üçün dağlara da, bəzən dağa da aləm deyilir. Sonra ola bilər ki, deyilsin misal üçün bayrağa, yəni dövlət bayraqlarına da aləm deyilir və bəzən əlamət kimi də istifadə olunur, əlamət mənasında. Deməli, burada indi bir əlamət sanki mənasındadır. Sadəcə insana verilən adlar, ölkəyə verilən adlar, yəni bir əlamətdir sanki. Və inşallah indi bilməlik rəhməhullah 72-ci, 73 beytlərinə baxaq. Və şeyx gətirir: İsmun yuayyinu el-musammə mutlaqa alamuhu kəcəfəri və xirniqa və qaranin və adərin və ləhəqi və şəzqamin və heylətin və vaşiqi. Deməli, burada isim sözü mübtədadır və aləmuhu onun xəbəridir və yuayyinu el-musammə mutlaqa bunlar hamısı nədir? İsmin sifətidir, bu nəkirada gəlib. Deməli, burada mənası budur ki, yəni bir şey ki, yəni müsəmmə nədir? Misal üçün, sən tutaq ki, deyirsən racülun, Zeyd racülun adıdır. Racülun müsəmmədir. Yəni bir şey ki, təyin adlanan bir şey təyin edilir, təyin edilən isimdir, onun nə olur? Aləmi olur. Yəni mütləq şəkildə, deyəcək mütləq şəkildə nədir? Yəni qeydsiz, şərtsiz, yəni isimlənməni təyin edən isim aləmdir. Aləmdir. Həmin o şey onun aləmidir. Necə ki, Cəfər bu kişi adıdır, Xirniqa qadın adıdır və Qaran tayfa adıdır, Uveys Qarani misal üçün. Və Adən şəhər adıdır, Yəməndə olmalıdır. Və Ləhik ata verilən addır, at. Sonra və Şəzqam dəvəyə verilən addır və Heylətin qoyuna verilən addır. Bir də və Vaşiq itə verilən addır. Bu bizdə var, misal üçün məstan deyəndə bilirsən ki, misal üçün pişikdir də və yaxud da toplar deyəndə, yəni it nəzərdə tutulur. Yəni bunun kimi. Və yaxud da ki, düzdür, indi o məstan ümumi at kimidir. Amma hər bir halda alabaş, bu cür adlar misal üçün itə qoyanda və yaxud da inəyə qaragöz, belə bu cür adlar nəzərdə tutulur. Məstan əslində düz demədim, məstan ümumi addır. Deməli, mutlaqa nə edir burada? Qeyd şərtsiz, yəni digər, bunu deməklə digər mərifələri nədir? İstisna edir. Nələr də olar? Damirlər, ism-üşarələr, onlar müəyyən şərtlərlə də onların qarinaları var. Ki, məsələn, ənə deyəndə, yəni bilirsən ki, danışandır, ism-üşarəni əllə göstərirsən. Yəni hərəsinin özünün qeydləri var. Amma bu deyir qeydsiz, şərtsiz, yəni bir addır demirsən, vəssalam, yəni artıq yəni bir əlamətdir, yəni tanınır, bilinir. Deməli gətirir, əl-ələm huvəl ismu'l-ləzi yuayyinu musammahu mutlaqa. Dedik onun ki, yəni ələm nədir? Bir isimdir, bir addır, hansı ki, zatı bir şeyi, adlanmış bir şeyi təyin eləyir mütləq şəkildə. Bilə qeydi təkallüm, nə təkallüm birinci şəxslə, yəni bildirilir, xitabla, nə də ki, qeybə. Yəni bu şeylər olmadan bir əlamətdir. Sonra deyir ki, fəl ismu cinsun, bir cinsdir.
Hə? Deməli, yəşmul nəkrə və mərifə. Həm nəkrə, həm mərifəni nədir? Əhatə edir. Belə deyəndə. Yəni, ismun deyəndə burada nəkrə də başa düşülür, mərifə də. Amma şeyx ki, bu beytdə gətirdi, yuayyinu müsəmməhu sözü ilə, hə? Bu nə oldu? Fasl oldu. Ayırdı. Əxrəcə nəkrə. Nəkrəni buradan çıxartdı. Bilə qeyd deyəndə, biz ki, indi bu İbn Aqil də özü tərif gətirdi axı. Bilə qeyd deyəndə, əxrəcə bəqiyyətəl məarif. Digər mərifələr də istisna olundu. Mudmar kimi, niyə? Fəinnəhu yuayyinu müsəmməhu biqeydi təkallüm. Kə ənə, əv xitab kə əntə, əv qeybə kə huvə. Yəni, bu qeydlərlə nədir? Öz müsəmməsini təyin edir. Öz müsəmməsini. Thumma məsələ şeyxu bil aləm unəsi və qeyrihim. Sonra Şeyx İbn Məlik misal çəkdi insan adlarına və digər adlara uyğun olan tənbihən göstərmək üçün nəyi? Alə ənəl müsəmmiyyət ələm əl-uqalə və qeyrihim minəl məlufət. Göstərmək ki, yəni bu aləmlərlə ki, adlanmış şeylər ağıllılar da olur. Yəni, həm ağıllılar, həm də qeyruhum və digərlər də olur. Minəl məlufət, yəni cəmaatın alışmış, vərdiş etmiş digər adlar da var. Ki, yəni ölkələrə, heyvanlara qoyulan adlar var. Heyvanlara qoyulan adlar da hər ölkənin özünün adətinə uyğun olaraqdır təbii ki. Fəccafər və misallar gətirir. İsmu rəculdur və xirniq ismu imraətin min şuara'il ərəb. Ərəb şairlərindən qadının adıdır. Və hiyyə, o qadın uxtu Tarafə İbn Abdül li ummihi. Tarafə İbn Abdullahın ana tərəfindən bacısıdır. Bu Tarafə özü də cahilliyə şairlərindən biri olub. Sonra və qaran ismu qəbilə və adən ismu məkan və ləhəq ismu fəras atadıdır. Şəzqam ismu cəməl və heylə ismu şəhət və vaşiq ismu kəlb. Yəni cəməl dəvə, şəhət qoyun, kəlb, yəni it. Növbəti beytdə və ismən ətə yəni gəldi, huva qayıdır aləmə. Yəni aləm gəlir ism olaraq da, aləm ism olaraq da gəlir və kunyətən, kunyə olaraq da və ləqəbən, ləqəb olaraq da gəlir. Yəni bax burada məndə sıxım var. Aləm nə gəlir? İsim, kunyə, ləqəb. Və əxiran, burada nun tövkidi bildirir. Və əxiran zə yəni həzə. Yəni həzə hara qədir ləqəbi. Ləqəbi deyir, ləqəbi təxirə sal. Yəni isimdən, addan sonra gətir. İn sivahu sahibə. İn sivahu sahibə. Yəni əgər ləqəb özündən başqası ilə, yəni in burada siva yəni qeyrahu. Özündən başqası ilə yanaşı olarsa, onu sıraya sal. Sadəcə burada şeyxin sivahu sözünə irad tutublar ki, yəni özündən başqası deyəndə yerdə nə qalır? Hə? Çünki 3 yerə böldüksə, yerdə qalır ad, bir də kunyə. Əgər aləmi 3 yerə böldüksə, deyir ki, özündən say, yəni bundan savayı kunyə ilə isim qalır axı. Amma şeyx burada nəzərdə tutur, bundan savayı ismi nəzərdə tutur. Sadəcə cümləni biraz ümumi işlədir. Kunyə də ilk baxışdan kunyə də görünür, isim də görünür. Yəni bunu şeyxin bu sözünə biraz irad tutublar. Düzdür, başqa nüsxələrində gəlib bunun açıqlaması. Deməli, özündən başqası ilə yanaşı gələrsə, demək istəyir ki, isim yanaşı gəlirsə, da künyədə söhbət gəlmir. Yəni bir cümlədə ikisi yanaşı işlənərsə, onda deyir ləqəbi təxir et və burada əmr
formasında gətirib, yəni vacib olaraq təxir et. Amma əslində yəni heç bir problem yoxdur. Çünki Allah Taala İsa əleyhissalamı öz ləqəbi ilə çağıranda, deyəndə, xəbər verəndə deyir ki, İnnəmə əl-Məsihu İsa ibn Məryəm. Əl-Məsihi öndə gətirir. Ona görə bu düzdür, indi müəllifin rəyi bu cür rəyindədir. Hər bir halda indi şeyxin o rəyindən gedirik. Deməli, yanqasmı əl-aləmu ilə thələthəti əqsam. Aləm 3 yerə bölünür. Yəni bunun özünün axavatları var. İlə ismin və kunyətin və ləqab. Vəl murad bil isim huna mə leysə bi kunyətin və ləqab. İsim deyəndə, yəni nə kunya, nə ləqab nəzərdə tutulmur. Kə Zeyd və Amr kimi. Kunya isə mə kənə fi əvvəlihi əbun əv ummun. İndi əbun ummun əslində hasır deyil. Yəni ammu da, xalun da demək olar. Yəni bunlar hamısı kunyadan sayılır. Xalətun da bunlar kunyadan sayılır. Kə Əbi Abdullah, Abdullah kimi və Ummul Xeyr kimi. Bil ləqab isə mə əşxərə bi mədh, əşxərə yəni ifadə edilir. Ya tərifləmək üçün kə Zeydül Abidin bir ləqab qoyur da, Zeydül Abidin ibadəti gözəlləşdirən. Əv ibadəti gözəl. Əv zəm və yaxud da ki, məzəmmət olaraq kə ənfi nəqətə, yəni dəvə burnu. Bu dişi dəvədir, dişi dəvə burnu. Kiməsə belə bir ləqab qoyurlar da. İndi bizdə məşhur Topal Teymur deyirlər. Bir ləqəbdir. İndi məzəmmət üçün qoyurlar, tərif üçün qoyurlar. İndi o qoyanın qəsdinə baxır. Amma zahirən yaxşı görünmür. Deməli, gətirdi burada da məliyyə bi kunya və ləqab mə kənə fi əvvəlihi əbu əv mə əşhər bi mədh zəm. Sonra və əşərə bi qovlihi və əxxiran zə. Zə yəni həzə. Burada yəni həzə məfulun bihidir fi məhəllə nasbdır. İlə əxir bu cümləsi ilə ilə ənəl ləqab izə sahibəl ismə vəcəbə təxiruhu. Əgər deyir ləqəb ismlə yanaşı gələrsə, vacibdir ki, təxiruhu, yəni ləqəbi sonra istifadə edərsən. Bu da dedik ki, şeyxin öz rəyidir. Necə ki, Zeydun gəlibsə, ənfun nəqa. Bunun da ləqəbi ənfun nəqadır, dəvə burnu. Və lə yəcuzu təqdimuhu aləl isim. Yəni, addan qabaq, isimdən qabaq onu gətirmək icazəli deyil. Fələ təqul demirsən ki, ənfun nəqatı Zeydun. Elə demirsən. İllə qalinə nadir hallarda. Və gətirir nadir halları ki, bi ənnə zəl kəlbi amran xayrahum həsəbən bi batnı şiryanə ya'vi havləhu əzzibu. Burada deyir, həqiqətən zəl kəlb, baxın, amrdan zəl kəlb, burada dəlil hissəsi budur. Əslində güya ki, yəni belə olmalıdır. Əslində, bi ənnə amran zəl kəlb, yəni it sahibi Amr bunun bədəlidir. Yəni kim? Yəni Amr yəni. Xayrahum həsəbən. Yəni yaxşılıq cəhətdən, nəsl əcavət cəhətdən onlardan daha xeyirlidir. Onların ən xeyirlisidir. Harda? Bir batını Şiryan. Şiryan bu vadinin adıdır. Şiryan vadisinin içində onlardan daha xeyirlisidir. Yavu havləhu zibu. Bu yavu Amrın halıdır. Deməli, onda belə tərcümə eləyək ki, yavu yəni ulayır, həvləhu onun ətrafında zib, yəni canavar. Yəni Amrın ətrafında canavar uladığı halda, it sahibi Amrın ətrafında canavar uladığı halda, o onların Şiran vadisində ən xeyirlisidir. Sonra gətirir ki, və zahiru, İbn Aqil deyir ki, və zahiru kələm müsanif ənəhu yəcibu təxirul ləqab idə sahibə seva. Yəni, İbn Məlikin sözünün zahirinə gördüm ki, ləqəbi təxir etmək, sonradan, yəni isimdən sonra gətirmək vacibdir. Çünki əgər özündən başqa, yəni ləqəbdən başqası ilə yanaşı gələrsə. Yəni, belə deyərsə, dedikdə nə başa düşülür? Və yədxulu təhtə qovlihi, onun sözün altında nələr görünür, yəni zahirən. Sevahu dedikdə həm isim, həm kunyəni
əhatə etmiş olur. Əvvəldə dediyimiz kimi. Və huve innəmə yəcibu təxiruhu mə'al ism. فأما المع الكنية فأنت بالخيار بين أن تقدم الكنية على اللقب. Və o da vacibdir ki, yalnız harda isimləşdirəndə. Amma künyə ilə yanaşı gələrsə ləqəb, sən ixtiyar sahibsən. İstəsən ləqəbi öndə gətir, künyəni öndə gətir, ləqəbi sonra gətir. Fətəqul, misal üçün deyirsən ki, Əbu Abdullah Zeynül Abidin, yəni bu cür deyirsən. وبين أن تقدم اللقب على كنيته فأنت بخيار onu görə cümləni sürətli oxuyaq burada. فأنت بالخيار بين أن تقدم الكنية على اللقب فتقول أبو عبد الله زيد العابدين وبين أن تقدم اللقب على كنيته. Yəni bunların arasındadır, ixtiyar sahibsən və misalı da gətirir ki, Zeydül Abidin Əbu Abdullah. Yəni istəsən Əbu Abdullah Zeynül Abidindir, Zeynül Abidin Əbu Abdullahdır. Yəni Əbu Abdullah künyədir. Künyə deyirəm, künyədir, Zeynul Abidin isə nədir? Ləqəbdir. Və yücədu fi bə'd nusəx bədələ qovləhu və əxirən zə in səvahu sahibə və zə icəl əxərən izə ismən sahibə. Şeyxin bu sözünün bədəli olaraq başqa bir nüsxələrdə və əxirən insəvahu sahibə sözünün əvəzi olaraq belə bir ləfz var ki, və hədə icəl, bunu et əxər, yəni sonra elə istifadə elə, idə ismən sahibə, əgər ismlə yanaşı gələrsə. Burada yəni artıq ismi sözünü açıq aydın verir. Və huvə əhsənu minhu. Bu deyir, bu ifadə daha aydındır. Li sələmətihi mimmə vərədə alə hədə. Nəyə görə? Burada baş verən işgəldən bir salamat qaldığı üçün. Yəni aydın olduğu üçün. Çünki orada həm səvahu dedikdə dedi ki, həm ismə qayıdır, həm də künyəyə qayıdır. Amma bu cür deyəndə bilirsən ki, isimdən söhbət, yəni isimlə yanaşı gələrsə. Fə innəhu nassun fi ənəhu innəmə yəcbu təxirul ləqab idə sahibəl ism. Və o da həqiqətən o yəni bu cümlə idə icəl əxər. Bu deyir, nassun daha deyir, qəti hökm bildirir. Nədə? İnnəmə yəcbu təxirul ləqab idə sahibəl ism məsələsində. Ki, yəni ləqəb ismlə yanaşı gələrsə, onu sonradan istifadə eləməyin vacib olması məsələsində daha nədir? Qəti hökm bildirir. Və məfhumuhu ənəhu lə yəcibu zəlikə mə'al kunyə. Və belə bundan da aydın olur ki, yəni ləqəb, ənəhu ləqəb yəcibu zəlikə, yəni vacibdir zəlikə. Zəlikə nəyə deyir? Təxir. Təxir vacibdir. Nədə? Mə'al kunyə. Kunyə ilə bir yerdə istifadə olunur. Və huvə kəzəlik kəmə təqəddəm. Və bu da həmçinin yəni əvvəl dediyimiz kimidir. Və ləv qalə və desə ki, və əxirən zə in sivahə sahibə ləmə vərəd aleyhi şey. Və əvvəlkini desəydi ki, belə əxir zə in sivahə hə kimi qayıtsaydı sahibə, onda artıq burada heç bir işgəl olmazdı. İz yasiru təqdir, çünki deyir, təqdirdə onda nə olacaq? Yasiru nə olacaq, ortaya çıxacaq. Və əxir ləqəbə idə sahibə sivə kunyə və huvəl isim. Onda şeir beytin mənası belə olardı. Belə olacaq idi ki, sonra yaz ləqəbi əgər künyədən başqası onunla bir yerdə işlənərsə, künyədən başqası da nədir? İsimdir. Yəni təqdirdə cümlənin mənası belə olardı. Fəkənnəhu qalə, sanki o belədir ki, və əxir ləqəbə idə sahibəl isim. Sanki yəni bu cümləni demiş olacaqdır. 75-ci beytə baxaq. Və in yəkunə mufradeyni fə adif
Hatmen ve illa etbi'illezî radif. Əgər deyir, yəkuna, burada ikilikdə gətirir, ism və ləqəb olsalar, nə olsalar? Mufradeyni, hər ikisi mufrad olarsa. Mufrad deyəndə, qardaşlar, burada ikiliyin, cəmin əksi nəzərdə tutulmur. Mufrad deyəndə, yəni, mudaf müdafileh olmasın. Mudaf müdafileh olmasın. Bir də qeyri-mürəkkəb olmasın. Ümumiyyətlə, qeyri-mürəkkəb olmasın da, qeyri-mürəkkəb özü üç yerə bölünürdü da. Onlardan biri də nə idi? İzafə. İzafə olsun. Yəni, hər bir halda mudaf müdafileh olmasın, sonra şəbihən olmasın, mudaf oxşayanlardan olmasın. Əgər deyir, o ad və ləqəb ikisi bu cür olarsa, mufrad, onda deyir, izafə eləyəcəksən. Hətmən vacib olaraq. Vacib olaraq izafə eləyəcəksən bir-birinə. Və illə burada inlədir əslində. Əgər belə olmasa, yəni mufrad olmasa, bu illənin şərti düşüb. Şərti düşüb ki, sanki burada elə bir ki, belə olur da. İnləm yəkunə mufradayni, indi cavabı şərt gəlir. Ətbi, yəni bir-birinə tabi et. Burada nə cəhətdən tabi et? Yəni irab cəhətdən. Yəni rafdırsa rafda, cərdirsə cərdə. Amma burada müdafileh eləsəydin, ikinci tərəf müdafileh olur. Misal üçün, ləqəb müdafileh olur, ad müdaf olur da. Amma deyir ki, yox, birdən mufrad olmasalar, biri izafə kimi gələr, ləqəb izafə kimi gələr, o birisi, misal üçün, Zeynal Abidin müdafilehdir də, elədir. Ləqəbdir, amma müdafilehdir. Digəri isə mufrad gələrsə, onda vəziyyət necə olur? Yəni, sən cümlədə istifadə edəndə tavabi kimi gətirəcəksən. Yəni, bədəl, atfı bəyan kimi gətirəcəksən. Əlləzi radif. Hansı ki, deyir, ondan sonra gələni, bu məfulun bihidir, ətbi'in məfulun bihisidir. Deyir, yəni, əgər hər ikisi ad və ləqəb mufrad deyilsə, bu zaman neynirsən? Ləqəbi bir şeyə, ada, irab cəhətdən tabi edirsən. Ümumiyyətlə, niyə ləqəbi, indi bu şeyx deyir ki, vücubdur ki, təxir eləyəsən. Ləqəb şeyxin məzhəbinə görünür ki, sifət kimi, naat kimi götürüb. Amma digər alimlər deyir ki, o atfı bəyan kimi, bədəl kimi də götürürsən, ona görə yerini dəyişə bilərsən. Necə ki, dəlil gətirdik ki, yəni Allah təala buyurur: "İnnəmə əl-Məsihu İsə ibn Məryəm." Yəni əl-Məsih sözü nədən sonra gəlir? Öncə gəlir. Yəni isimdən əvvəl gəlir, addan əvvəl gəlir. Və bunu misal üçün demək olar Əl-İmam-ı Şafiyə, İmam-ı Şafi kimi. Yəni Şafi əl-İmam demirsən axı. Onun nədir, ləqəbini öndə gətirsən, çünki məşhurdur. İmam Məlik və yaxud da ki, Əbu Bakır Əs-Siddiq. Əs-Siddiqu Əbu Bakır, demək problem deyil. Və yaxud da ki, Ömər Əl-Faruq radiyallahu anhu. Yəni Əl-Faruq Ömər radiyallahu anhu deməkdə problem yoxdur. Ona görə burada bədəl kimi, atfı bəyan kimi götürüb və onun o cürdə yəni irab eləmək olur. Yəni tavabi kimi. Yaxşı. İbn Aqil rahmehullah buyurur: "İzə iştəmə'əl el-ismu vel-ləqəb, ism və ləqəb bir yerdə işlənərsə, fə immən yekuna mufradayn əv murakkəbeyn, əv ismu murakkəb vel-ləqəb mufrad, yəni hər ikisi birdən mufrad olarsa, yaxud murakkəbeyn olarsa, hər ikisi mürəkkəb ad da mürəkkəb olarsa, ləqəb də, və yaxud da ki, ism murakkəb, ad mürəkkəbdir, ləqəb mufraddır, və yaxud da ki, ism mufraddır və ləqəb mürəkkəbdir. Belə olarsa, fə inkənə, belə olduqda yəni, fə inkənə mufradeyn vəcəbə ində, yəni bəsriyyin əl-idafə. Yəni, hər ikisi mufrad olarsa, bəsrələrin rəyinə görə izafə nədir? Vacibdir. Misal üçün deyir ki, həzə səidun kurzundur da bu əslində. Səid adlıdır, kurs, yəni yum kisə, torba.
Bu kisə ləqəbi də bu kisə Səiddir. İndi bilmirəm, yəqin yük daşıyan olub, nə olubsa, bu kisə ona o cür ləqəb veriblər. Deməli, Səid təkdədir, mufraddır. Təkdə yəni dedik ki, cəmin əksi olan təkdən söhbət getmir. Kurzdakı bu da mufraddır. Bunu mudaf-müdafilə eləyiblər. Həzə Səidu kurzin. Və rəeytu Səidə kurzin. Və mərartu bi Səidi kurzin. Aydın, yanından keçdim. Yəni kisə Səidin yanından keçdim. Yük daşıyan yük Səidin yanına keçdim. Və əcəzə kufiyyun itbə. Yəni küfəllərdir ki, bu cür olsa da, mufrad olsa da problemdir. İtba eləyə bilərsən. Yəni tabi elə bilərsən hallarda. Həzə Səidun kurzun və rəeytu Səidən kurzən. Baxın, kurzən və mərartu bi Səidin kurzin kimi deyə bilərsən. Vafaqahumu el-musannif alə zəlikə fi qeyri hədəl kitab. Musannif rahmehullah, yəni İbn Məlik, yəni Əlfiyyənin sahibi, bu məsələdə müvafiq olub, yəni görünüb ki, yəni onlara rəyindən sonra dönüb, digər kitabda, bu kitabdan başqa və aşağıda qeyd var, yəni Kəfiyə və Təshil kitabında buraya üstünlük verdiyini deyib. Sonra və illəm yəkuna mufradayn, əgər mufrad olmasa hər ikisi, deməli, bi ən kənə mürəkkəbeyn, yəni hər ikisi mürəkkəb olarsa, nəhvə Abdullah, bir də ənfu naqatı kimi olsa, yəni adı Abdullahdır, künyəsi də, künyə deyirəm, ləqəbi ənfu naqadır. Əv mürəkkəb mufrad olarsa, Abdullah kurzun olarsa və yaxud da ki, Səidun ənfu naqat olarsa, vacibə itbə. İtbə vacibdir. Yəni, hallarda, rafda, nasbda, cərdə gətirəndə tabi eləmək vacibdir. Və tutbəğu thəniyə əvvələ. İkinci, birinciyə fi iqrabı. İqrabda tabi olur. İkinci nədir? Ləqəb, ada tabi olur. İkinci, birinciyə tabi olur. Və yəcüzül qat'a ilə raf əv nasb. Bunu qat'a da icazəlidir. Qat'a yəni, elə bil ki, aranı fasilə ilə kəsirsən, yəni irab cəhətdən kəsirsən də, aranı kəsirsən və rafda və nasbda qeyd eləyirsən. Misal üçün, mərartu bi Zeydin. Bir Zeydin. Deməli, sən adı, birincini neynədin? Kəsrəli gətirdin. Sonra qat' eləyirsən, qat' hökmü cəhətdən, irab cəhətdən raf edə bilirsən. Yəni, yəcüzü, nəyə yəcüz? Yəni, ləqəbi qat' eləyirsən, ləqəbi istəsən rafda gətirirsən və yaxud da nasbda da gətirirsən. Və ənfə nəqətin. Misal üçün, ki, mərartu bi Zeydin ənfu nəqətin və yaxud da ənfə nəqətin. Aydındır, yəni rafda, nasbda bunu deyir. Sonra və rafhu alə idmarı mübtada. Yəni, bu niyə rafda olur? Sual çıxır ki, niyə rafda olur ki bu? Dəlil nədir? Deyir ki, raf olanda orada gizlənmiş idmar burada, yəni təqdir, yəni təqdirdə mübtada var. Sanki belədir, o təqdir belədir. Huva ənfu nəqətin. Yəni, mərartu bi Zeydin huva ənfu nəqətin. Yəni, irab eləndə səndən tələb edəcək. Bu niyə mərfudur? Bunun sahibi nədir? Yəni, amili nədir sahibi deyəndə? Və nasbu aləl idmarı fiil. Nasbdan mı eləsən? Ənfə nəqəti deyəndə, yəni onun amili nədir ki, bu nasba düşür? Onda da deyir, təqdirdə fiil götürülür və təqdirdə nədir? Ə'ni fiili. Ə'ni ənfə nəqəti. Deyir ki, mərartu bi Zeydin, Zeydin yanına keçdim, yəni ənfə nəqətinin yanına keçdim. Yəni, dəvə burnu olan Zeydin yanına keçdim. Görünür ki, burnu eybəcər olur, bunu elə deyirlər. Və yuqtəu bəl mərfu ilən nasb. Və ləqəb ayrılır, yuqtəu, kəsilir, ayrılır. Məl mərfu nədir? Birinci, əgər rafda olarsa, nədir raf? Birinci, adda, yəni ad rafda olarsa, ilə nasb. O, ikinci isə nədir? Ləqəb nasbda olacaq.
Və ma'al mənsubi ilə raf. Yəni birinci, yəni isim mənsubda olarsa, ilə raf, ləqəb isə rafda olacaq. Və ma'al məcruru ilə nasb. Yəni birinci məcrur olarsa isim, ad məcrur olarsa, o birisi ləqəb ya nasbda olar və yaxud da ki, rafda olar. İkinci rafda olar. Nəhvə həzə zeydun ənfə nəqət. Və rəaytu zeydən ənfu nəqəti. Baxın, yəni birinci belə olub, ikinci belə olub. Birinci nasbda olub, ikinci rafda olub. Və mərartu bi zeydin, birinci məcrurdadır, ənfə ikinci nasbdadır. Və ənfu ikinci yenə rafdadır. Yəni mərartu bi zeydin ənfu nəqəti, yəni bu cür istifadə olunub. Yaxşı, inşallah kifayət eləyər. Subhanəkallahumma hamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.